Hörmətli izləyiciləri, bugün istəyirik ki, sizə bir qısa bir çəkiliş eləyək. 15 il təcrübəmizə əsasən istəyirik Aynur xanıma bir-iki suallarımızı verək. Aynur xanım, hazırsınız? Bəli, hazıram, buyurun. Aynur xanım, Aleksandret mi lazer, diod mu lazer? Qabaqdan yay ayları gəlir. Məncə diod daha məsləhətlidir. Nəyə görə məsləhət görərdiniz indiki gənclərimizə ki, diod lazer elətdirsinlər? Çünki diod həm ağrısızdır, həm də üzü yaya gedir. Daha effektivdir. Aynur xanım, hamilələrə lazer olarmı? Əlbəttə olar, amma 3 aydan sonra. Aynur xanım, lazerdən sonra nə məsləhət görürsünüz? Pasientlər hansı kremlərdən istifadə eləsin? Mütləq lazerdən sonra Bepanthen istifadə eləməlidirlər. Dənizə zaqar etmək olmaz, saləri olmaz. Düzgün qulluq etməlidirlər. Aynur xanım, sonuncu sualımızı sizə verək. Ümumiyyətlə gənclər vaxtında lazer elətdirirlərmi, yoxsa siz məcbur eləyirsiniz? Əslində yox, gəlirlər, düzdür, sağ olsunlar. Özlərinə baxırlar, vaxtında da gəlirlər. Bu qədər.